Hamıya salamlar olsun. Hamını xoş gördük. Bugün sizi belə salamlayıram. Uşaqları məktəbə dedim mən gətirim. Sara oyaqdı səhər. Ona görə dedim bu fürsətdən istifadə edeyim. Həmişə yatır. Ya da uşaqlar gedənə yaxın durur. Ona görə gələ bilmirəm məktəbə. İndi mən gətirdim, ataları apardı məktəbin içinə qoysun, gəlsin uşaqları. Dedim belə vaxtda da gəlim. Adi vaxtı gəlim 6 bazar məktəbə. Gəlirdim ki, yolu öyrənim. Burada saxlamağı falan. Amma dedim heç olmasa səhər gəlim, heç kim olmur da, maşın çox olanda məktəbdə. Mən də öyrənim. Çox maşın olan yerdə maşını saxlamağı, sürməyi. İndi hələ ki gözləyirəm. Gəlsinlər, gedək evə. Sara bugün tez durub, saat 7-də, 6-da daşı durdu. 7-yə işləmiş idi, oyandı. İndi gedim Saranı birazdan yatırım. Saranı özümüz hələ ki bura qoyduq. Uşaqlar gedəndə ağladı, dallarınca getmək istədi. Ona görə hələ ki yanıma qoydum qabağa ki, yanımda dursun, ağlamasın. İndi atası gəlsin, dalda götürüb oturar. Uşaqları görür, ona maraqlıdır. Uşaqlar həm də tanıyır ucu. 2 ildir məktəbə gedir, gəlir. Ha, bütün uşaqları burada tanıyır. Səhər oyananda çaynikin içində qaynamış su nə qalıb, artıq soyuyur. Onu tökürəm bu su qabına ki, uşaqlar gün ərzində içirlər. Bu su qabı tamam dolu olanda heç bir gün görmür uşaqları. Düzdür, özümüzdə içirik, amma ən çox uşaqlar içirlər su. Ona görə tez-tez mən su qaynadıb qoyuram qıraqda, soyuyur. Bu qaba tökürəm ki, su olsun qabda, çox içirlər uşaqlar. Ona görə axşamdan hər dəfə çayniki qaynadıram, dolu qoyuram ki, soysun. Səhər mən oyanana kimi onu töküm bu qaba. Yenə də qabda su az idi, ona görə tam dolmadı. İndi gərək təzədən mən su qaynadıb, soyudub ora töküm ki, uşaqlar gələnə su olsun ki, heç olmasa axşama kimi görsün. Suyu da biz, keçində vlogda çəkmişəm, biz bulaqdan gətiririk, belə krankdan gələn suyu işlətmirik. Belə bir neçə dənə baçokumuz var, onu doldururuq hər dəfə. Bu bir həftə bizi görür, hər həftə axırı gedib onu doldururuq. Belə bu sudan işlədirik, krankdakı sudan heç vaxt işlətmirik. Bugün tez durmuşdum. Əslində həmişə 7-nin yarısına budilniki qoyuram, elə oyanıram. Amma bugün saat 6-ya qoydum, çünki Məlikənin şəkil vermişlər məktəbdən çəkməyə. O da Məlikə heç çəkə bilmir. Yenə Rəna biraz çəkə bilir. Biraz yox, amma Rəna yaxşı çəkir. Həmişə özü çəkir. Mən heç ona, yəni heç vaxt 1-ci, 2-ci sinifdə olar çəkmişəm. Axır vaxtda özü çəkir. Mən heç vaxt çəkmirəm ona. Amma Məlikənin şəkil çəkməyi elə də yaxşı deyil. Ona görə mən çəkirəm. Demişdim ki, axşam çəkərəm. Uşaqları yatırıb. Amma Sara üstünüzə sağlıq biraz narahatdır. Burnu tutulur. Gecəni rahat yata bilmir. Ona görə gec yatdı. Saat 12-dən sonra yatdı. Ondan sonra da mən də artıq elə ondan yatmışam. Durub çəkə bilmədim. Ona görə bu günlərim saat 6-da oyandım ki, Məlikənin şəklini çəkim. Çünki çəkməsəm pis olur Məlikə. Gedib dərsdə də pis olar ki, hamı çəkib gətirər. Onunki yoxdur. Ona görə tez çəkdim onun şəklini də. Sonra uşaqları oyatdım. Artıq saat 7-yə qalmış ki, oyansınlar. Oyadan kimi oyanmırlar. Ona görə elə bir 15 dəqiqə qabaqdan 7-15 dəqiqə qalmışdan başlayıram onları oyatmağa ki, heç olmasa saat 7-də gəlsinlər, hazırlaşsınlar.
saçımı getirdim. Ben buradan böyle yakaladım. Böyle koydum. Ama burada koysam ben. Ben de yaptım böyle kal. Ben de yaptım böyle yumru oldu diye. Şey demedim. Ben de yaptım.
Mən kartuşkanı həmişə belə doğrayıram, sonra bişirirəm belə. Yəni bütöv bişirib sonra doğramıram. Elə eləyəndə, bütöv bişirib doğrayanda, onda elə bir belə kley kimi olur kartuşka, yaxşı doğramır. Onun qabığını soyanda da narahat olur. Amma belə eləyib bişirirəm, sonra da suyunu süzürəm, artıq hazır olur. Bunu mənə qaynanamın bacısı öyrətdi. Səmiş xala mənə öyrədibdi bunu. Yəni çox rahatdır belə eləmək. Elə ondan sonra həmişə belə eləyirəm. Salatlara nə vaxt kartuşka doğrasam belə doğrayıram həmişə. Saraya da yenə bildirçin istəyirəm eləyim. Hər gün eləyirəm, yesin. Amma indi istəyirəm, keçən dəfə suda qoydum, bişdi. Amma indi istəyirəm doğrayım, yuyum, sonra biraz yağ töküm, yağla qoyum. Yağda öz suyuna bişsin elə, biraz qovuran kimi də eləyim ki, hər dəfə eyni dad olmasın da, biraz başqa cür olsun. Bir dəfə də fikirləşmişik ki, supunu eləyək, elə də yesin, elə də yaxşı olar, elə bilirəm. Elə hər gün çalışırıq verək ki, bəlkə bir xeyri oldu, danışdıq. Belə qoydum, döş ətini, buddu, bud dibiləri qoydum. Çünki bu qabırğalarını, qanatlarını saxladım. Onlar onsuz da bişsələr də heç nə ətli əməlli olmur. Ona görə saxladım ki, sup eləyərik bundan. Biraz da yağ vurum. Yağ da biraz da öz suyuna bişsin. Bir də belə salat eləmək istəyirik. Yumurtadır, soğutma kartuşkadır, göy soğan doğrayırıq, biraz duru yağ tökürük, duz, istiot. Onu qarışdırıb qəşəng salat alınır. Ondan hamı xoşlayır deyə dedik, ondan eləyək bu. Həm də bu günlərin belə yüngül yeməklər eləyirik. Salatdır, kələm qovurmasıdır. Sonra bu təzə kələm çıxıb, ona görə çalışırıq təzə kələmdən çox işlədək. Təzə kələmin qovurmasıdır, sonra salatını eləyirəm, markov içinə kök qatıram, burək qatıram, biraz duru yağ qatacam, duz, все. Onları qarışdıracam, olacaq salat. Uşaqlar da xoşlayırlar. İndi yumurtaları belə doğrayım, sonra kartuşka pişir. Doğrayıb kartuşkanı da qoymuşam. Kartuşka da pişsin. Sonra kartuşka da soğuyandan sonra tökəcəm bura. Soğanını da doğrayım, töküm. Duru yağ, duz istiyor. Qarışdırım, hazırdır artıq. Yumurta da hərdən elə olur. Belə yaxşı soyulur. Amma indi bundan qabaq soyduğum belə içində qaldı. İndi onu da götürüm. Niyə yumurtalar elə olur? Deyirlər təzə olanda belə pis soyulur, köhnə olanda yaxşı soyulur. Amma biz bu hamısını bir yerdə almışıq. Deməli, onu da qarışdırıblar da. Həm içində təzə var, həm içində köhnə var deməli. Göy soğanın da burasını doğramayacağım. Burasını mən yeyə bilmirəm, xoşlamıram, sevmirəm. Ancaq göy yerini eləyəcəm.
yuxuda. Bu da gelir. İndi hansı növüdür də o da baş. Bilmirəm vallahi mənim də başım çıxmır növlərindən. Bugün məktəbə tək gəlmişəm, Sarasız. Çünki Sara yatdı, saat 6-da oyanmışdı deyə, yuxusu gəlirdi. Onu yatırtdım. Ona görə tək gəlirəm. Tək gəlmişkən dedim, qalxım yuxarı bir uşaqların müəllimələrlə də danışım, görüm nə var, nə yox, nətərdir uşaqların dərsləri, özlərinin aparmaqları necədir. Saraya görə qalxa bilmirəm. Sara orada qoymur mən söhbət eləyim rahat. Ona görə bugün görüm içəri qoysalar, qalxım yuxarı inşallah. Deyəsən keçə bildiyim. Qoydular keçməyə. Gedim uşaqların sinifinə. Sarayla düşürəm həyətə. Adətən Sarayla düşmürəm, çünki imkan vermir. Amma indi oyaqdır deyə məcbur düşməliyəm. Bu güllərə də su vereyim. Çünki artıq quruyublar. Burada da su var. Biz bakın, bakı belə qoyuruq. Buradan bakı dolanda buradan su tökülür. Bu vedrəni həmişə altına qoyuruq ki, dolanda bunun içinə tökülsün. Elə mən güllərə buradan su verirəm. Çalışıram adətən qoymayım daşsın, axıb getməsin boş-boşuna. Amma belə dolanda bunlara tökürəm elə. Güllərə su verdim. Bir dənə bu pul gülünə vermədim. Deyirlər buna çox su vermək olmaz. Ona görə buna vermədim. Amma bunların hamısına verdim. Hələ burada da belə dipçəyimiz var. Buradan citkan pitif. Ona da verdim yekəlsin. Burada kəkotu əhmişdik. Yuxarı qalxanda oradan gətirmişdik Hacıkənddən. Əhmişik bura. Burada da belə lalə pitifdir. Bundan çox olur bizdə həyətdə. O birisindən az olur. Burada da şeydir, aduvancıq. Azərbaycan dilində adı yadımdan çıxdı. Burada da belə landaşlarımız var. Açıblar, heç görməmişdim bunu. Açıblar. Çox idi qabaq burada, indi bunlar qalıbdı eləcə. Nədir? Bırax. Burada da tənəyimiz var, yarpaqlarını indi biraz da yekəlsinlər. Yekəlsinlər yox, elə belə yaxşıdır. Prosta biraz çoxalsın yarpaqları. Yığacağıq inşallah dolma eləmək üçün. Bu da muşmula olmalıdır məncə. Bunu gərək artıq həyətə əkək. Vaxtıdır. Yekəlifdir ucu. Tısbağamızın da biri gəlibdir bura. Burada durub. 13 dənə var idi keçən il, amma indi elə biraz alıblar. Bəlkə qaçılır. Biri də buradadır, deyil. Mən görüm çəkə biləcəm. Hə, bu deyil, buradadır. Buradadır biri də. Həyətə girmək istəmirəm. Həyət otduqdur, gərək buranı təmizləyək. Elə vaxtımız olanda gərək təmizləyək. Biri də buradadır. Gizlənibdir orada. Ona görə Saraya görə qorxuram, girə bilmirəm bura.